Salam dostlar, bu qısa bir buraxılış olacaq. Bunu çəkməyimə səbəb nədir? Yadınızdadırsa, maşını servisə aparmışdım və maşında arxa diferensialı dəyişmişdilər. Güya motor paduşkasını dəyişmişdilər. Mən buna görə həmişə ehtiyatlı davranıram. Çünki nəzərə alsaq ki, Azərbaycandanam və hilə gəlmək mövzusunda oyağıq da. Bilirik ki, bizə hilə gələ bilərlər. Bu Amerikada da hilə gəlirlər, hər yerdə hilə gəlirlər. Yəni servislər, xüsusən mən burada eşitmişdim ki, hilə gələ bilirlər adama, amma bunu müşahidə eləməmişdim. Məsələ belə oldu. Mən maşın naklatkasını dəyişməyə gəldim. Mənim öz ustama, Yaşar ustanın yanına gəldim. Maşını yamaya qaldırdım və qaldırandan sonra gördüm ki, həmin arxa diferensialın üstündən yağ axır. Və bu təzə yağdır və bu da məndə o fikri yaratdı ki, sadəcə yağ dəyişiblər. Çünki yağ dəyişib salnik koyan kimi buraxsınlar və servisin belə bir şey var. Mən maşını servisə verdim, saat 11-də mənə zəng vurdular, dedilər ki, məsələn, sənin dediyin problemləri həqiqətən tapmışıq və bu problemləri saat 4-ə qədər həll edəcəyik. Mən də demə yaxşı, biraz da yaxşı, amma bu tez həll eləmək, motor paduşkası ilə arxa diferensial salnikin tez dəyişmək biraz real deyildi mənim düşüncəmdə servisdə. Çünki servisin işçilərini orada hər dəfə görürəm. O görüntü mənə onu göstərir ki, tənbəl adamlardır. Yəni bunlar tez işləyə bilməzlər, fəst ola bilməzlər. İndi ola bilər fikirlərimlə kimsə razıdır. Bu mənim müşahidəmdir, mən öz müşahidəmi deyirəm. Nəzərimdə saxlamışdım ki, gələrəm başqa servisdə yoxlayaram maşını, sonra qərar verərəm. Beləliklə gəldim Yaşar ustanın yanına, indi girək sizə göstərim. Bu arxa qapıdır deyə mən həmişə buradan girirəm. Beləsinə Yaşar usta naklatkaları dəyişir. Bu arada deyim ki, naklatkalar elektrondur. Burada gördüm ki, elektrondur. Əvvəl bilmədim elektron olmağı. Budur, arxa diferensial belə olur. Bu həmin motorun gücün bölür, gətirir kardandan arxa diferensiala və gördüyünüz kimi burada yağ axır. You see the oil here? It's new oil. See? You see leaking almost here. You see oil? Şimdi naklatkaları usta dəyişir, dəyişsin, sonra hatta bu tərəfi dəyişdi, təzələdi. Buradan çıxıb servisə gedirəm. Niyə servisə gedirəm? Çünki mən bunu görən kimi zəng vurdum, servisdə tanışım ki var. Ona zəng vurdum. Dedim ki, bəs belə bir şey müşahidə eləmişəm. Maşını yamaya qaldırıb, görmüşəm ki, vəziyyət belədir. Mənə dedi ki, istəyirsən təzədən appointment edeyim. Yəni, appointment nədir? Növbə götürüm də, sən üçün növbəti vaxt, ən yaxın vaxt baxdı. Dedi ki, sabah saat 2-də. Mən də servisdən maşını götürəndən sonra belə bir şey var. Servisin survey göndərirlər. Dəyərləndirmə, xidmətin dəyərləndirmə. Mən də onu keçməmişdim surveyi. Gözləyirdim ki, maşına baxım. Sonra onu eləyim, çünki birdən çatışmayan cəhət ola bilər, nəysə səhv eləyərlər, onu orada qeyd eləyə bilim. Başa düşdüm ki, düz eləmişəm, onu keçməmişəm, yəni qiymət verirsən də necə xidmət aparıldı, o fikirləri yazırsan. Bu önəmli bir şeydir burada ona baxırlar. Mən də video çəkdim ki, bəs belə yağ dəyişiblər, aldadıblar, burada salnik dəyişməyiblər və bu videonu atdım qariyə, həmin o olana. Servisdə göstərib bunu, servisdə menecer deyib ki, dərhal gətirsin maşını. Və mən də indi maşını dərhal naklatkaları dəyişəndən sonra gedirəm ora, aparım servisə, görüm sonra nə deyəcəklər. Çıxdım ustadan, maşının naklatkasını dəyişdim, yağını dəyişdim. Yağı hələ vaxtı deyildi, amma dəyişdim, çünki qiymət o qədər də bahadır. Burada belə bir özəllik var. Neçə dəyişdim? Keçən səfər demişdim ki, $400. Burada belə bir özəllik var. Öz adamlarından işləyəndə, öz millətindən, yəni türkdür, o da bizim millətdir. Öz millətindən işləyəndə belə özəlliklər var ki, məsəl üçün deyirəm, abi dəyişdin, nə qədərdir, pulu nə qədərdir? Deyirəm, sonra deyərəm də, yəni bu şey yoxdur, filan vaxtı gətir ver. Amerikalıda elə deyir, məsəl üçün maşının apardın servisə və yaxud hansısa başqa bir yerə düzəltdirməyə, sən mütləq oradan pulu verirsən, maşını çıxardırsan, yəni pulu vermədən maşını çıxarda bilmirsən. Ya da ki, belə necəsə maşını açar olardı orada, necəsə onlardan uğrasan, onda yəqin ki, bu rəsmi formada məhkəmə başqa yollarla həll olunur.
Amma burada türkdür. Abi onsuz da yəni 2 həftəyə də versəm o bir söz deməyəcək, 1 həftəyə də versəm bir söz deməyəcək və yaxud sabah da versəm bir söz deməyəcək. Belə bir şey yoxdur. Sadəcə mənə tekst mesaj eləyəcək ki, bəs filan qədər puldur, vəsə. Beləncə gedirəm servisə, görə servisdə bu məsələni necə həll edəcəklər. Elə qorxdular eşidən kimi ki, review yazacağam, pis review yazacağam. Dərhal dovşan oldular, dərhal. Budur, gəlib çatıram Nissan. Buradan servisə dönək. Beləncə gəldim servisə, indi baxacaqlar maşına, yoxlayıb deyəcəklər. Deyəcəklər ki, niyə düzgün iş görməyiblər və yaxud görüblərsə məsələnən. Özləri baxacaqlar, mən də dedim ki, baxın, yanvarın 19-u gəlmişəm. Gedirəm, so I can go inside, yeah? Gedim içəridə gözlüyüm. That 917960 number, right? Yeah. Okay, beautiful. Did you need a ride home or anything? No, I'm just waiting here. My friend is coming for picking me up. Perfect, perfect. Okay, I need to sign? Just a quick signature. Obviously no diagnostic because we did that already. Okay. I'm gonna check the seals, see if maybe it pinched or something during the install. Maybe. Or maybe it's just defective straight away. Because I asked Kari, he told me when this guy is changing this, I see it. Yeah, But and it's still leaking. because we have to submit back to warranty saying, hey, there's nothing that we're seeing any longer. But something's not right here, obviously. I saw the video, Gary sent it to me. Yeah. So we're gonna get to the bottom and I will let you know when we have Okay, you need this papers or no? I have everything on Ah, file, okay, my yeah. friend. Thank you Okay, so much for thank giving you. me the chance to make this Thank you. happen. You give me a call back, yeah? Yes, I'll call you as soon as I have an answer. Okay, thank you. Hə dostlar, maşını qoydum servisdə. Çıxdım, getdim, işlərimi gördüm. Yemək yedim, qəşəng şaurma yedim. Burada özbəklərin şaurması var, xoşuma gəlir. Saat 1-də zəng elədilər ki, bəs problemi tapmışıq, filan hissəni dəyişməli, dedim, dəyişin. Zəng vururlar, hər dəfə soruşurlar. Dedilər, bəs heç nə ödəməyəcəksən. Deyirəm, nə yaxşı, adamların düşüncəsində var, onların marağında var ki, mən onlar üçün pis review yazacağım. Bu şəkillə demişdim, yazıb göndərə pis reviewunu qoyacağım da. Və bunlar bunu dərhal fix elədilər, yəni düzəltdilər bu problemi dərhal. Çağırdılar növbəsiz bunu həll eləməyə. Yan qapıda buradan girəcəm. Gedirəm indi maşını götürüm, görüm vəziyyət nədir, sizə deyərəm. Hello. Yeah, for picking up my car from service. Zaten burada da satılmış. There's something wrong with it from the store. So what they found then? So what they believe is that the seal had a defect from manufacturer, so out of the box. Sometimes you can't see them, so they check the part before they install it, but sometimes there's such little pieces that are out of it, so that's you're seeing some defects from the same seal. So we replaced it under warranty again, and in theory, Thank you. you should be good to go, okay? Yeah, this time I'm not paying nothing, yeah? Nothing. Four signatures, my love. Hə, dostlar, deməli məsələ nədir? Dedilər ki, problem belədir. Problem olur ki, bunun zavatskoy defekt olub, yəni təzə qoyulan ehtiyat hissəsində zavatskoy defekt olub. Buna görə təmir elədilər, təzədən dəyişdilər. Dedilər ki, bəs üzürü sayın, belə bir şey verdilər. Göstərim sizə. Bu pulsuz avto yuma da verdilər ki, belə deyim də, günahların yumağı. Ki, mən heç nə narazılığım olmasın, belə bir şey. Mən olsa belə şeylərə narazılıq edən deyirəm, amma qardaş, işi təmiz gör də. İşi təmiz görməlisən də. Sən adam aldatmaq deyil ki. Bu arada deyim, burada bir dənə Armada'nın belə bir modeli var. Çox gözəldir, çox xoş gəlir, amma benzin sərfiyyatı vedrə ilə də belə deyim, çox möhtəşəm görsənir. Çox hündürdür də, yəni. Hər şey çox deyirəm, görsən. Çox. Yəni bu mənim sinəmdəndir də buradan bu hündürlük. Belə maşın mı olar? Bizimki də hazırdır. Bunu niyə çəkdim sizə göstərməyə? Mən bunu planlamamışdım. Bu planlı şəkildə olmamışdı. Sadəcə Amerikanın reallığında belə şeylər var. Bunu bilməyinizi istəyirəm. Aldadılma var. Yəni bu düşünmürəm təkcə Amerikada var. Bu bütün ölkələrdə var. Sadəcə başqa ölkələrdə daha utanmazcasına ola bilər. Amerikada mədəni formada görürdünüzsə, əgər orada necə danışırdılar da belə bağışlayın, belə bilmədiyi zat, belə inciməyəsən də, belə şirin səndən üzr istəyirlər. Amma fix elədilər, məsələni həll elədilər, bir kitab söz yazdılar, heç vaxt heç kimin oxuya bilməyəcəyi, oxumayacağı, məsəl üçün heç kimə lazım olmayanda, mənə bu məlumat lazımdır da, burada görürsünüz bu nə deməkdir. Bu hansı təkərimdə sürtmə var, yəni bu
razval balansdan şey gələndir. Ondan onun probleminə əsasən yaranan problemini təkərin. Yəni onu yoxlayır, bunu yoxlayır. Yəni bunlar lazım olmayan şeylərdir. Beləsinə burada bir kitab söz yazıb, hansını ki heç vaxt oxumayacağım. Çünki heç mənə maraqlı deyil onu oxumaq. Hər şeyi, servis. Pulunu ödəmişəm qardaş, düzəldəcək. Düzəltməsə özünə problem düzəldəcək. Ona görə düzəldəcək. Budur ki, bunu sizə məlumat xarakterli çəkdim ki, biləsiniz. Yəni belə şeylər də olur. İndi onlar dedi ki, zavod xətasıdır, ehtiyat hissəsinin xətasıdır. Orada məsələ nədir? Diferensialın arxa təkərlərə gedən aksillər ki var. Aksil deyirlər, onun Azərbaycan sözünün adı yadımdan çıxdı. Həmin o aksillər ki gəlir, diferensiala girir. Onların boynunda salniklər olur. Yəni ona salniki dəyişib qoyursan ora, sürürsən, özün yoxlayırsan, buraxmırsa buraxmır. Yox deyir, o defekt olub, nə bilim nə olub. Bu mənim problemimdir də, bu sənin problemindir. Mən buna görə pul ödəmişəm və sən bunu sağlam mal qoymalısın ora. Yəni burada servisdə belə bir şey var. Servis götürür, ucuz mallar qoyur ora. Onsuz da bir şey olanda bura gələcəksən də düzəltməyə. Yəni servisdə garantiyan var deyə gəlib burada düzəldəcəksən. Bilmirəm, başqa servislərdə necədir, başqa şəhərlərdə necədir. Mən bütün danışdıqlarım hamısı öz təcrübəm, öz yaşadığım Filadelfiya ərazisinə aiddir. Yəni bütün mövzular ki, nələr danışıram sizə, hamısı öz yaşadığım təcrübənin əsasında danışıram. Yəni mən deyə bilmərəm, bu hadisə Kaliforniyada belədir, Los Angeles'da belədir, New Jersey'də belədir, New York'da belədir. Bunu deyə bilmərəm. Amma mənim yaşadığım yerdə bu necədir? Bunu sizə çatdırdım. Hələlik bunu qısa məlumat olaraq nəzərinizə çatdırdım ki, xəbəriniz olsun ki, burada da belə hallarla qarşılaşma olur. Hələlik görüşərik yenə növbəti videolarda. Stahos, 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 açı, Stahos.